Şimdi unitaz, mobillik hamısı quraşdırılıb. Ne yedik? İzotex bu. İzoteksimizə vuruldu. Rənglər qovşağı iki hissəyə bölünmüşdür. Birinci hissə duş kabin olan hissə və ikinci hissə unitaz və moydadır olan hissə. Və gördüyümüz kimi bizdə unitazın və moydadırın bu hissənin özünün ayrıca trapı var və duş kabin isə özünün öz trapı var. Gəl bura görüm. Əyil, şotqavını gətir. Və biz indi bura mərmərə vuracaq. Bir dənə ayağını çək. Gördüyünüz kimi mərmərlərimiz buradadır və dekorativ mərmərlər qara mərmərdən olacaq. Çünki bizdə qara elementlər burada dəfələrlə istifadə olunub. Çox yerlərdə qara elementlər var. Buna görə də qara mərmər sifariş elədik və indi ayrıca qara mərmərin altından ne yerik? Getdi yeri. İzolatex 2 dənə sloy vurulacaq. Birinci sloy vurulur, 3 saat gözlənilir. Ondan sonra ikinci sloy vurulur, yenə 3 saat gözlənilir. Və daha sonra mata ilə və yaxud mərmər qranit yapışdırıcısı ilə mərmər yapışdırılacaq bura və onun üzərində duş kabini olacaq. Duş kabinimizin şüşələri də gəlib və duş kabinimizin alüminium profilləri də artıq gəlmişdi. Onların da rəngi qara rəngli. Yəni qara mərmərin üzərində qara profilli duş kabin. Okey. Sərgəli şəkildə edirik və bunu yayırıq. Tam yayırıq. Elə yaymalıyıq ki, dəyərli izləyicilərimiz, hər yerə, bütün bu kiraman qayıtın altına falanla, yəni su sızma ehtimalı sıfıra enməlidir. Yayırıq ki, müəyyən bir qat əmələ gəlsin. Buradakı gələcəkdə burada su sızıntısı falan duş kabinin qırağından, profilin, mərmərin qırağından olsa belə qarşısını alsın ki, qonşunun evində narahatçılıq yaranmasın. Zaten bunun altında olan mata var. Bu matanın altından zaten yenə izolatex vurulmuşdu bütün buranın döşəməsinə. Əgər bizim ötən videolarımıza baxsaq, buranın döşəməsinə bütün izolatex vurulub. Buna baxmayaraq biz yenə təkrar vururuq ki, sabahları insanlar, qonşular su sızıntısı ilə bağlı problem yaşamasınlar. Və beləliklə duş kabinin altı mərməri hazırdır. Duş kabini quraşdırıldı. Gizli unitazımız qaydasında. Təşəkkür. Tak, deyəsən burada da yeni qaydada hazırdır və hər şey öz qaydasında.